Cəmil Həsən həbs oluna bilərmi Elmam müəllim? Necə proqnozlaşdırırsınız? Bilirsiniz, indiki halda bu dediyiniz sual daha çox praktiki məsələlər sırasında olan bir məsələdir. Praktiki əhəmiyyətli məsələlər sırasındadır. Əgər Cəmil Həsənlinin Azərbaycanda hakimiyyəti zorla devirmək və konstitusiyon quruluşu zorla devirməklə bağlı məlum planların içərisində tərkibində varsa və bu işdə o fəaliyyət göstəribsə, konkret imzaları varsa, konkret fəaliyyəti varsa və bu təksib edilməz faktlarla sübuta yetirilirsə, bu halda qanun qarşısında dedim ki, hamı bərabərdir. Proses bu ili, bu günü əhatə etmir. Proses əvvəlki dövrlərdə əhatə edir. 2012-13-cü illərdə əhatə edir. 2013-cü ildəki proseslərin tam mərkəzində olub Cəmil Həsənli. Tam mərkəzində, həm də ki, dediyim ki, Milli Şuranın sədri Cəmil Həsənli olub. Və belə olan vəziyyətdə hesab edin, bu proseslərdə əsas, necə deyərlər, o dirijor funksiyası kimləndir? Ramiz Mehdiyevləndir. Doğru. Ona etimad göstərmişdi bu məsələlərdə. Elə bir fon yaratmışdı ki, Ramiz Mehdiyev olmasa ayaman bu ölkə dağılar, bu müxalifət hakimiyyəti ələ keçirər. Ramiz Mehdiyev varsa, onlar heç bir qələt edə bilməzlər. Sanki elə bir fon yaratmışlar. Özləri süni şəkildə bunu icad etmişlər. Və hesab edirəm ki, Cəmil Həsənli ilə bağlı da qərar məhz qanun aliliyi kontekstində qəbul edilə bilər. Əgər o həbs edilsə, deməli, təksib edilməz faktlar onun Əli-Kərimin iştirakçısı olduğu cinayət əməlində yaxın tərəfdaşı olduğunu təsdiq edir. Əgər yox, o ancaq şahid qismində çağırılarsa, deməli, biz hüquqi dövlətik. Deməli, onun həbsinə imkan verən hələ ki, o argumentlər yoxdur. Yəni, bu cür mən qiymət vermək istəyərdim. Amma hər halda istisna deyildi ki, bu prosesə 2012-2013-cü illə bağlı o prosesə xeyli insanlar dindirilməsi, istintaqa cəlb edilməsi baş verə bilər və hətta çox sürprizli həbslər də ola bilər. Sensasiyon həbslər də ola bilər. Müxalifətdən? Müxalifətdən də ola bilər, hətta həmin dövrlə bağlı iqtidar nümayəndəsi ola bilər. Yəni bunu bilirsiniz, burada yanaşma bilirsiniz nədir? Yanaşma qanun aliliyidir. Bəli. Biz hüquqi dövlətik. Bəli. İstintaq gedir, istintaq hər şey üzə çıxaracaq. Sən iqtidarsan, yox sənə dəyməyim, yox sən müxalifətsən, sənə dəyim yanaşması yox. Kim cinayətçidir cavab verəcək. Hər biri Azərbaycan vətəndaşıdır. Hər biri konstitusiya qarşısında öhdəlik götürür, vəzifələri var, hüquqları var. Heç kimin qanundan fövqündə dayana bilməz. İqtidar nümayəndəsi cinayət edibsə cəzasını alacaq. Yox, bunu müxalifət edibsə, eyni qaydada o da cəzasını alacaq. Burada qanun qarşısında, qanun təhsil mexanizmləri nöqteyi nəzərindən orada belə bir bölgü yoxdur və xüsusi immunitet heç kimə xüsusi bir immunitetin malik deyil.